Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Məşğulluq alt sistemində işə düzəlmədə vasitəçilik modulunu istifadəyə verib. Modul işə düzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üzrə vahid informasiya bazasının yaradılmasına xidmət edir. Yeni modul vasitəsilə həmin hüquqi şəxslərin reyestri aparılacaq və iş üçün müraciət edən, eləcə də işlə təmin olunan şəxslərlə bağlı məlumatlar elektron qaydada təqdim olunacaq. Bununla da işə düzəlmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlılıq prosesi elektronlaşdırılır və əmək bazarında şəffaflıq artırılır. Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsindəki reyestrlər bölməsi üzərindən moduldan istifadə edə bilərlər. İşə düzəltmə vasitəçiləri iki formatda deyə bilərik ki, ilk növbədə onlar öz şəxsi kabinetləri ilə birbaşa olaraq əmək və məşğulluq sisteminə keçid etməklə öz modullarında, yəni hansı ki, iqtisadi fəaliyyət növündə vasitəçilik fəaliyyəti ilə məşğul olan işə götürənlər birbaşa olaraq ora daxil olmaqla ilk növbədə müraciət etməli. Müraciət etdikdən sonra, müraciəti təsdiqlənəndən sonra isə mütəmadi olaraq hər ayın 5-nədək elektron qaydada hesabatları təqdim etməlidirlər. İkinci hissə isə bildiyiniz kimi Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsindən müvafiq bölmədən keçid etməklə yenə də öz şəxsi kabinetinə daxil olacaqdır və həmin şəxsi kabinet vasitəsilə müraciət edib qeydiyyatlarını tamamlaya bilərlər.